Susduqca tükəndiyimizin fərqində belə olmuruq. Susmağa bağlı hesab etmirik tükənmişliyimizi. Yorğun hesab edirik özümüzü. Bizi anlamırlar hesab edirik. Bizi dinləmirlər hesab edirik. Yoruluruq, tükənirik, yox oluruq. Sadəcə rutin həyatımıza davam edirik. Və susduğumuz üçün əslində ətrafdakı insanlardan alqış gözləyirik. Ətrafdakı insanlardan bizi dəstəkləmələrini gözləyirik. Tərif gözləyirik. Axı biz onlardanıq. Biz susduq, danışmadıq. Onların xoşuna gəldik. Amma bunu ifadə etmədilər. Gözləntimiz qədər olmadı. Heç də bizi xoşlamadılar. Nə yaranır? Məyusluq. Kimə lazım idi bu duyğular?